sallallahu Muhammed. Din uğrunda, vətən uğrunda başda Kərbəla şəhidləri Seyyid-i Şühəda İmam Hüseyin əleyhissalam yar-ı ənsarı əshabı olmaqla Qarabağımızın azadlığı uğrunda canlarını fəda vermiş şəhidlərimizin ruhlarını salavatla yad edir. Allahümme salli ala Muhammed. A'udhu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefqahu qawli. قال الحكيم في محكم كتابه الكريم أعوذ بالله من الشيطان اللعين الرجيم ولنبلونكم بشيء من الخوف والجوع ونقص من الأموال والأنفس والثمرات وبشر الصابرين صدق الله العلي العظيم. صلى على محمد ve Ali Muhammed. Allahın salamı olsun siz, əziz, dəyərli, möhtərəm məscidimizin əhlinə, səsimizi eşidən, bizi izləyən hər kəsə. Allahdan diləyək, etdiyimiz duaları, qıldığımız namazları, Rəbbimizə əl açaraq etdiyimiz dua və hacət mətləblərimizi bizdən qəbul eləsin inşallah. Allahdan diləyək, Allah bizim aqibətimizi xeyirli eləsin. Bizi dini İslamda sabit qədəmlərdən eləsin. Bir göz qırpımı belə bizi nəfsimizlə başlı başına buraxmasın inşallah. Möhtərəm müsəlmanlar, əziz möminlər, məscidimizin əhli bildiyimiz kimi bugün Cümə günüdür. Cümə Seyyidül Əyyamdır. Günlər içərisində günlərin sultanı və bəndənin Rəbbinə dönüş günüdür. Ruhun hüzurudur. Günahların bağışlanması üçün bir fürsət günüdür. Bir sözlə sonuncu xilaskarımızın gəliş günüdür. O gündür ki, o Həzrətin gəlişi ilə yer üzərindən haqsızlığın gedərək, haqqın, ədalətsizliyin aradan gedərək, ədalətin bərqərar olacağı bir gündür. Bir sözlə mübarək, bərəkətli və müqəddəs bir gündür. Allah bu günü cümlə bəşəriyyətə, cümlə müsəlmanlara mübarək qərar versin inşallah. O günümüz olsun, o Həzrətin gəlişi ilə o nahəq qanı tökülən o müsəlmanların, o məsum körpələrin qatillərindən, o zalimlardan inşallah intiqamını alsın.